Deməli, belə bir maraqlı test nümunəsinin həllinə baxaq. Fosfini amoniakdan fərqləndirən fosfinin formulu pH 3-dür və onun fiziki xassəsi isə havada alovlana bilir, zəhərli qazdır. Fosfin pH 3. Amoniak isə bu deməli rəngsizdir, kəskin iylidir. Sonra suda yaxşı həll olan qaz adında maddədir amoniak NH3. Bəndlərə baxaq. 1. Havada alovlanmaz. Havada alovlanması bəli amoniakdan fərqləndirir. Çünki fosfinin əlamətidir bu. 2 də tam yanmasından turşu oksidi əmələ gətirməsi. Biz əgər amoniakı yandırsaq, temperaturda yandıran da N2 plus su əmələ gəlir. Katalizatorda isə NO plus su əmələ gətirəcək. Burada alınan birinci deməli turşu oksidi yoxdur burada. Amma ki pH 3-ü yandırsaq, pH 3 plus üzərinə oksigen gəlsə, alınar burada P2O5 plus H2O. Və P2O5 də bizim turşu oksidimizdir əlbəttə ki. H3PO4 orta fosfatın turşu oksididir. Deməli, biri götürdük və ikini götürdük. Çünki bunlar amoniaka aid deyillər. Molekulunda polyar kovalent rabitələrin sayı hər ikisində eynidir polyar kovalent rabitə. Çünki baxaq burada 1, 2, 3 ədəd, 1, 2, 3 ədəd polyar kovalent rabitə var. Ona görə 3-ü çıxdıq. Aqreqat halı normal şəraitdə hər ikisi də qaz halındadır. Bu da oxşar xüsusiyyətdir deyə bunlara çıxdıq. Cavab oldu 1, 2, A bəndi. Bəli, bu qədər.